Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah. İndi sizə bir video göstərəcəm. Lakin əvvəlcən hamınızdan üzr istəyirəm. Çünki videoda musiqi var, lakin video olduqca mühümdür, ətrafında danışmağımız lazımdır. Baxın bu kitaba deyirlər Əl-İqdul Fərid İbn Əbdürrübbah Əl-Andalusi. Kitabın müəllifinin adı İbn Abdurribbə Əl-Əndəlusi deyil. İbn Abdi Rabbihil Əndəlusidir. Kitabın adını ekranda göstərərəm ki, ərəb dilini bilənlər baxsınlar. Görsünlər ki, bu insan hətta ərəb dilində nə qədər belə cahildir. Kitabı əlinə alıb üzündən müəllifin adını düzgün oxuya bilmir, durub bizə rəddiyə verir. Vahabilər də təsdiq eləyir bunu, Sünnilər də təsdiq eləyir bunu. Bu açıq-aydın yalandır. Zaten müxaliflərinin əleyhinə yalan danışmaq bunların adətidir. Bu iş bunlarda halaldır. Bu kitab Əhl-i-Sünnətin bu mövzuda əsla nə qaynağıdır, nə də məstəridir. Əksinə, Əhl-i-Sünnətin belə mövzularda qaynağı İmam İbn Cərir Ət-Təbarinin tarix kitabı, İbn Kəsir Rahimehullahın Əl-Bidayə və Nihayə bu kimi kitablarıdır Əhl-i-Sünnətin belə mövzularda qaynağı. Bu kitabın müəllifi şairdir, ədibdir, qəzəl və qəsidələr bəstələyəndir. Ümumiyyətlə, kitabın müəllifi heç bir şəri elmlərdə mahir və bariz bir kəs deyil. Buna şahid onun yazdığı əsərlərdir. Hafizinin burada qeyd etdiyi həmin elə bu kitab, elə ədəb mövzusunda yazılmış bir kitabdır. Sadəcə müəllif 5-ci cilddə bəzi tarixi məlumatlardan xəbər verib. Bu kitab əsla Əhl-i-Sünnət nəzdində bu mövzuda bir məstər, bir qaynaq deyil, ümumiyyətlə Əhl-i-Sünnət nəzdində tanınmayan bir kitabdır. Bu kitabın 247-ci səhifəsində Əlləzinə təxəlləfu ən beyəti Əbu Bəkr. O kəslər ki, təxəllüf etdi, müxalifət etdi Əbu Bəkrlər. Beyət üstündə, beyət etmirdilər. Kimdir? Əliyun, diqqət edin. Əliyun vəl-Əbbas və Zübeyr və Səəd ibn Übadə. Fəəmmə Əliyun vəl-Əbbas və Zübeyr fəqədu fi beyti Fatimə hətta bəsə iləyhim Əbu Bəkr Ömər ibn Xəttab liyəxrucu min beyti Fatimə. Deyir ki, o kəslər ki, imtina etdi beyətdən Əli, Abbas, Zübeyr, Səəd ibn Übadə idi. Bunlar heç birisi beyət etmirdi. Yəni bu sahabələr Əbu Bəkr radiyallahu anh nəyə görə beyət etməmişlər ki? Onun xilafətini bəyənmirdilər, ona görə beyət etməmişlər. Buna görə beyətdən kənar qalmışdılar. Mövzunun əvvəlini oxuyub axıra kimi oxumadığı yerlərini gəlin ardını biz oxuyaq. Ümumiyyətlə baxaq görək bunun əvvəlini oxuyub ardını oxumadığı yerdə nədən söhbət gedir? Açırıq elə həmin səhifəni. Deməli bizdə 5-ci cild 13-cü səhifədədir. Əllezine təxallufu an bey'ati Əbu Bəkr. Əbu Bəkrin beyətindən kənar qalanlar, ona yəni beyət etməyənlər. Deməli kimlərdir onlar? Əli, Abbas, Zübeyr, Səad ibn Übadə. Deyir ki, müəllif o ki qaldı Əli, Abbas, Zübeyr, onlar Fatimənin evində oturmuşdular. Ta o vaxta kimi ki, Əbu Bəkir Öməri göndərdi həmin Fatimənin evinə ki, onlar oradan çıxsınlar, gəlsinlər beyət eləməyə. Və Ömər gəldi, gələndə onlara dedi ki, Əbu Bəkir daha doğrusu Ömərə demişdi ki, əgər onlar gəlib mənə beyət etməsə, onlardan vuruş. Və deyir, Ömər də əlinə aldı bir şölə, yəni bir yanan bir şey və gəldi həmin evə, yəni Fatimənin evinə ki, o evi yandırıb yıxsın onların başına. Və deyir, qapının ağzında Fatimə ilə görüşdü. Siz rivayətə baxın. Yəni evdə Əli ibn Əbi Talib, Abbas, Zübeyr, yəni evdə kişilər ola gəlib evi yandırıb başlarına yıxmaq üçün gələn adamın, yəni Ömər ibn Xəttabın qarşısına kim çıxır? Qadın çıxır. Yəni bu eynən elə onların kitablarında olan o biabırçı rivayət var ki, o həmin rivayət oxşuyur. Güya Ömər ibn Xəttab gəldi, qapıya təpik vurdu və Fatimə radiyallahu anhənin qabırğasını sındırdı. Bu eynən rivayətdir. Yəni bu ona oxşar rivayətdir. Bu rivayət Əhl-i-Sünnət mənbələrində olan o səhih rivayət var ki, hansı ki Əbu Bəkirin xilafətinə insanlar gəlib beyət etdiyi zaman elə əvvəldən insanlarla bərabər Əli ibn Əbi Talib də beyət etdi. Hansı ki elə bu Əhl-i-Sünnət mənbələrində olduğu kimi şiələrin də mənbələrini keçir. Biraz sonra göstərəcək. Bu rivayət bu rivayətlərə müxalifdir, ziddir. Burada Əlinin beyət etmədiyini göstərir. Hansı ki Əhl-i-Sünnət mənbələrində, səhih mənbələrində və müətəbər və Əhl-i-Sünnət etibar etdiyi mənbələrdə, hətta şiə mənbələrində belə göstərir ki, Əli ibn Əbi Talib radiyallahu anhu Əbu Bəkirə beyət etmişdir. Ən ilk beyət edənlərdən biri. Lakin bu rivayəti bitirək. Güya ki, Ömər gəldi əlində bir odla ki, Fatimənin evini yıxsın, yandırsın, yıxsın onların başına. Yəni Əlinin, Abbasın və Zübeyrin. Qapıda onu kim qarşılayır? Qapıda onu Fatimə radiyallahu anhə qarşılayır. Fatimə radiyallahu anhə deyir ki, ey Xəttabın oğlu, nə üçün gəlmirsən ki, evimizi yandırıb başımıza yıxmağa? Ömər dedi ki, bəli. Bəli və bu zaman evin içində olanlar, yəni Əli, Abbas, Zübeyr güya evdən çıxırlar və gəlirlər Əbu Bəkirin yanına və Əli ibn Əbi Talib radiyallahu anhu Əbu Bəkirə beyət eləyir və Əbu Bəkir ona deyir ki, sən deyir mənim idarəçiliyimi sevmədiyinə görə mənə beyət etmirsən, beyət etmədin, xoşlamadın mənim idarəçiliyimi. Əli ibn Əbi Talib deyir ki, xeyr, bu belə deyil. Lakin deyir, mən söz vermişdim ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin vəfatından sonra evdə oturacam, özümü həbs edəcəm evdə ta o vaxta qədər ki, Quranı əzbərləyənə qədər. Bizim əleyhimizə dəlil olaraq istifadə etdiyi mənbə belə onun öz muradını neynəmir? Həyata keçirmir. Rivayət onu göstərir ki, Əli ibn Əbi Talib radiyallahu anh'ın
İlk dönəmdə Əbu Bəkrə bu rivayətə əsasən deyirəm, əslində bu xatadır və həqiqət deyil. Bu rivayətə əsasən beyət etməməsinin səbəbi heç də onun idarəçiliyini sevmədiyinə görə, onun xilafətə layiq görmədiyinə görə deyildi. İllət, səbəb tam başqa idi. Rivayət də onu göstərdi. Əslində isə işin həqiqəti nədir? Həm Əhl-Sünnət mənbələrində, hətta bir çox Şiə mənbələrində onu göstərir ki, Əli ibn Əbi Talib radiyallahu anhu Əbu Bəkr radiyallahu anhun xilafətindən razı idi və ilk beyət edənlərdən biri idi. Əli ibn Əbi Talib radiyallahu anhun gəlib Əbu Bəkrə elə işin əvvəlində beyət etməsi nəinki Əhl-Sünnət mənbələrində, hətta Şiə mənbələrində belə mövcuddur. Biharul Ənvar kitabı 33-cü cild 568-ci səhifə. Məclisi öz isnadı ilə elə Əli ibn Əbi Talib radiyallahu anhundan rivayət edir. Əli radiyallahu anh deyir ki, məni heyrətə salan şey insanların Əbu Bəkrin ətrafına axışmaları və tələsik şəkildə ona beyət etmələri oldu. Bunu gördükdən sonra Əbu Bəkrin yanına gedib ona beyət etdim. O hadisələrdə İslam üçün çalışdım, ta ki batil aradan qalxana qədər və Allahın sözü uca olana dək. Beləcə Əbu Bəkir həmin işləri üzərinə götürdü, düz yolu tutdu, asanlaşdırdı, orta yolu seçdi və qənaət etdi. Mən də ona nəsihətkar olaraq yoldaşlıq etdim və Allahın itaət olunduğu işlərdə ona itaət etməyə çalışaraq onunla bərabər cihad etdim. O da sizin kitabınızda. Sizin kitabınız buna şahidlik eləyir ki, qardaş, beyət etmirdilər, müxalifət eləyirdilər. Amma bu Vahabi yalançı tayfası, yalan danışan insanlar deyirlər, yox, heç belə etiraz da olmadı. Biz nəyə görə yalançı olmalıyıq ki, dünya müsəlmanların 85-90%, indi 10% istisna edirəm, o 10% sizsiz. Dünya müsəlmanların 85-90%-i Əbu Bəkr radiyallahu anhunun xilafətinin səhih olduğunu, onun Rasulullah sallallahu aleyhi ve sellemin xəlifə olduğuna inanır. Peyğəmbər sallallahu aleyhi ve sellem vəfatından sonra insanların hamısının gəlib bir əldən Əbu Bəkr radiyallahu anh'a beyət eləməsinə və onun xilafətindən razı olmasına və o beyətdən razı olmasına inanır dünya müsəlmanların 85%, 90%. Ortada əgər bir yalan varsa, bu o deməkdir ki, dünya müsəlmanların 85%, 90%-i yalan danışır. Siz 10% təşkil edən bir zümrə doğru üzərindəsiniz. Sən tələsmə, həyəcanlanma. Kitabı da elə həyəcanlı şəkildə oxuyursan ki, elə bir şey tapmısan ki, onunla Əhl-Sünnətin belini qırmış olacaqsan. İsnad etdiyin əsla heç Əhl-Sünnətin bir mənbəsi deyil bu mövzuda. Elə bir kitaba, elə bir müəllifə isnad edirsən ki, heç bir şər'i elmlərdə mahir və bariz deyil, əslən ədibdir, şair. Əhl-Sünnət Allah subhanahu və teala'nın ərşin üzərindən indirdiyi dinidir. Sən və sənin əmsalində olanlar heç vaxt o dinə ləkə yaxa bilməzlər.